Xəzər TV-də xəbər vaxtıdır. Studiyada Mehriban Əhmədovadır. Hər vaxtınız xeyir olsun. Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddəki təxribatı ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi, Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirdi. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü, beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üç tərəfli bəyanatların müddialarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində geniş miqyaslı bərpa və quruculuq işləri aparan bir zaman Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəclə mane olduğunu növbəti dəfə göstərdi. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınacaqdır deyə bəyanatda qeyd olunub. Xarici İşlər Naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfriend arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə telefon danışığı zamanı Ermənistanın geniş miqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhəd boyu ərazilərində geniş miqyaslı təxribatları, habelə ölkəmizin ərazisi və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşmənin artırılmasının, ərazilərin minalanması işini davam etdirməsinin, Ermənistanın geniş miqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb. Karen Donfriend isə bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Twitterdə bildirib. Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər. Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər deyə Çavuşoğlu bildirib.